Salam, axşamınız xeyir olsun. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşı olarsınız. Bu günləri sizlərlə növbəti efirimizdəki sizlərlə canlı yayın açdıq. Buyurub, hər zamanki kimi psixoloji suallarınızı verə bilərsiniz. Sizi maraqlandıran suallarınız varsa, konkret mövzud yazıda verə bilərsiniz. Yəni, baxaq görək, nə müzakirə eləyək. Bir-iki dənə mövzular seçmişdim, bəziləri yadımdan çıxıb, yadıma düşdükcə bir şey eləyəcəm. Ancaq ki, burada bəzi suallar var ki, onları cavablandırmaq istəyərəm. Dəqiqə. Niyə belə dondu? Niyə belə eləyir, neysə tapa bilmədim. Maria deyir, salam, evlənmə yaşı neçə olmalıdır sizcə? Salam, Maria, xoş gəlmişsiniz. Evlənməyin ümumiyyətlə yaşı bədənsəl baxımdan 13-14 yaş olur. Yəni, qanuni baxımdan 18 yaş. Amma ki, psixoloji olaraq evliliyə hazır olmaq üçün sən baxmalısan ki, evlilikdən niyə çəkinirsən? Çünki evliliyə sən hazır olduğun vaxtda, konkret olaraq uyğun olduğun vaxtda zaten evliliyi qurursan və bunun da konkret olaraq qanuni yaşı, yəni 18-i keçəndən sonraki vaxtlarda mənə görə bir yaşı yoxdur. Qərarı sağlam verdiyin vaxtda yəni qura da bilərsən. Salam, axşamınız xeyir. Salam, Aysun, xoş gəlmişsiniz. Sizin də axşamınız xeyir. Aha. Çünki elə xanım var idi ki, 30 yaşı vardı, evlilikdən qorxurdu. Evlilikdən qorxmasındakı psixoloji səbəbi idi ki, atası kimi bir kişi ilə evlənməkdən qorxurdu. Atası yəni içki içən bir kişi idi, anası arvadını döyürdü bütün gün və anası kimi yaşamaqdan qorxurdu. Qız da elə bilirdi ki, evlilik ancaq elə olur. Bu baxımdan da konkret olaraq hər kəsdə o individual olur. Deyir, bəs qarşımızdakı insanın doğru insan olub olmadığını necə anlaya bilərik? Qarşımızdakı insanın doğru insan olub olmadığını anlamaq üçün sənin şuur altındakı duyğuların həm sağlam olmalıdır. İkincisi, sənə görə doğru insan necə bir insan olduğunu mən bilmədiyimə görə konkret olaraq ona tam doğru açıqlama verə bilmirəm. Sənin özünə görə standartın, doğru insan standartı necədirsə, ona uyğun bir insan illa ki sənin həyatına gələcək. Amma ki, sənə görə doğru gördüyün şey amma yanlışdırsa, orada artıq müəmma və sual dolu bir məqam var ki, sən niyə görə doğru bildiyin şey yanlışdır. Və o da doğru bildiyimiz şeyin yanlış olması belə bizim əslində əlimizdə olmayan bir şey olur ki, bizim şuuraltı inanclarımız, proqramlarımız olur. Bu baxımdan da həmin o proqramlar bizi idarə edir. Və bu baxımdan da sizə görə bəs doğru insan necə olmalıdır? Ona köklənməlisiniz, ona baxmalısınız. Niyə belə edirik? Güncəllənməyib. Başqa yeni gələnləri salamlayıram. Suallarınız varsa buyurub suallarınızı verə bilərsiniz. Deyir, hal-hazırda sevgilim var, münasibətimiz yaxşıdır. Ancaq evlənsə yenə belə davam edəcəyi bilmirəm. Qorxum var da, yəqin ki, ola bilər ya öz ailəndəmi, ya kimdəsəmi gördüyün mənfi təcrübənin yaşayacağını düşünərək qorxursan, ya da hər hansısa bir şey qarşı şübhəm var, ya sevilərəm, evlənərəm, xəyanətə uğrayaram, yenə məni atıb gedər. Yəni, illa ki, sənin ilişdiyin bir məqam var və nəyə ilişmisənsə, konkret onu müəyyənləşdirib buraxmalısan ki, yəni, oyuncaq məsələsi deyil axı, konkret olaraq həyatları birləşdirirsən və həmin o birləşdirdiyin həyatdan sonra dünyaya yeni həyat gətirirsən. Bu baxımdan da çox incə və dərin bir məqam olduğuna görə çox üzr istəyirəm. Yəni, pişik kimi balalarını doğub bayra atmır ki, insanlar. Və bu daha sağlam məqam olduğuna görə daha diqqətlə baxmaq lazımdır. Çox təşəkkür edirəm. Dəyməz. Aha. Baş dönməsi panik atakla əlaqəli ola bilər. Panik atak anında baş dönməsi olur, amma sırf baş dönməsinin özü panik atakla əlaqəli deyil. Yəni, başqa səbəblərdən qaynaqlanır. Yəni, tükənmişlikdən qaynaqlanır, yəni bədən, beyin tab gətirmir hər hansı bir situasiya qarşısında və travmatik şəkildə çıxış yolu da adlandırmaq olar. Deyir, bəzən heç kimi yazmaq, danışmaq istəmirəm, amma eyni zamanda kiminsə məni soruşmağını gözləyirəm. Bilmirəm, bu düzgündürmü? Əslində, qaçınqan bağlanma deyirlər, buna bənzər bir şeydir o da. Yəni, konkret olaraq sənə yaxınlaşanda qəbul eləmirsən, sənə uzaqlaşanda gəlsin istəyirsən və bu da bir yerdə uşaqlıqdan valideynlərlə olan münasibətlərin toksikliyindən qaynaqlana bilən bir durumdur, sendromdur. Konkret olaraq sən yazmaq, danışmaq istəməməyin altında olan negativi və paralelində gözlədiyin müsbəti yanaşı gətirməlisən ki, oradakı mənfəətlərin nələrdir? Yazsan,
yazıb danışsan özünü necə hiss eləyəcəksən, onun sənin halını soruşmağı səni necə hiss etdirəcək. Buradakiləri sən qayıdıb müzakirə eləsən, əslində başa düşəcəksən. Onu müzakirə eləmək istəyirsinizsə də götürün dəftərə yazın. Məsəl üçün yazmaq niyə görə, yazıb danışmaq niyə görə istəmirəm və yaxud da niyə görə mənim onun yazmağını gözləyirəm. Bunları konkret olaraq o bəndləri doldurandan sonra bir yerdə cavablarınız da aydınlanacaq. Deyir, salam, mən çox əsəbiyəm. O nədən olar ki, aid səsə əsəbləşirəm. Aid səs nədir? Adi səsə əsəbləşirəm. Sinir sisteminiz o yaxud da konkret olaraq sinir sisteminiz hər hansı qıcıqlandığınız bir məsələyə yönəlib, onunla mübarizə aparırsınız beyninizdə, düşüncə duyğu baxımından. Ona görə sinir sisteminiz döyüş qaç modunda açıqdır. Deyir, mənim yazdığım oğlan var, xaricidir, məni görməyə gələcək, nişanlanmaq istəyir, ona inanmalıyam. Nə bilim, valla, yazanda niyə görə, nə məqsədlə münasibət qururdunuzsa, illa ki, onun bir axırı var da. Salam, bəyəncəsiz. Salam, Üzər, yaxşıyam, yaxşı olasınız. Xoş gördüm, axşamınız xeyir olsun inşallah. Sizlərin də axşamınız xeyir olsun, xoş gəlmişsiniz. Əvvəllər keçmişdə etdiyim bəzi şeylər var ki, onları xatırlayanda belə özümə baxa bilmirəm. Bilmirəm ki, bu özümü qınamaqdırmı, ya nədir? Özümü qınamaq da ola bilər, utanmaq da ola bilər. Yəni konkret duyğu bildirmirsən burada, amma hər şey olar. DHB bir il ailə qurulmasına necə baxırsınız gələcəkdə? Mən unuda bilər. Nə bilim, qurun yoxlayın da. DHB sizi niyə unutsun ki? DHB yaddaş pozuntusu deyil axı. Salam, təmizlik xəstəliyim var. Sümüyümə işləyir, psixim həyatıma təsir edir. Əslində beyninizin içindəkiləri səhmana sala bilmirsiniz deyənə, yəni bədənsel olaraq, fizik olaraq ətrafı eləməyə çalışırsınız, səhmana qaydasını salmağa çalışırsınız. Yaxşıyam, təşəkkürlər, dəyməz. Ümumiyyətlə, niyə acı nəyə çəkirik bu həyatda? Acını ona görə çəkirik ki, növbət dəfəsini yaşayanda hazırlıqlı olaq. Yəni, sənə bir şillə vuranda, sən üzvü çevirib yıxılmısan seyri, növbət dəfədə onun əlindən tutub sıxmaq öyrənəsən deyə. Deyir, ChatGPT ilə ilişib qalmışam Sanan bəy, xeyli vaxtı yayımınıza gələ bilmirəm. Heç xeyli vaxtı mən də yayım açmıram. Yəni, ara sıra vaxtda banda açıram. Deyir, özümü çox yorğun hiss edirəm, amma fiziki olaraq yox. Sanki içimdə bir sıxıntı var, amma bilmirəm nədir, neynəsəm də keçmir. İnsan niyə emosional yorğunluğu, boşluğu bu qədər dərin daşıyır? Yorğunluğunuz əslində müəyyən bir, belə deyim də, konkret olaraq psixoloji yorğunluqdursa, bastırdığınız duyğudur. Konkret olaraq ruhunuz bir şeyi inkar edir, bir şeyi qəbul olana bilmir. Amma onun, belə deyim də, sizə yaşatdığı ağrının acını siz bilirsiniz. Və konkret olaraq bu yorğunluqdan qurtulsaz bəs necə yaşayarsınız? Və bədəninizə konkret olaraq morfoloji simptom verir. Çünki bir müddətdən sonra bədən ağrısına çevrilir, psixoloji ağrı. Salam, bəs özünə qapanmaq, dışlandığını və yaxud anlaşılmadığını düşünən bir insan da ola bilər. Yəni, konkret olaraq fərqlidir, çünki özünü qəbul oluna bilmir. Lamyova deyir, güvən verməyən psixoloq. Bəlkə siz mənə baxanda özünüzü görürsünüz. Bu arada mən psixoloq deyiləm, mən şüuraltı hipnoterapevtim. Mən onu üstümə götürdüm ki, deyir, çox gözəl, amma o acı ömürlük olur. Adamın hər yaddan düşəndə insan acı çəkir. Sən o acının səbəbini anlayıb, bu acıdan qurtulandan sonra yadıva da düşməyəcək. Yadıva düşsə belə sənə ağrıtmayacaq. Bu baxımdan da konkret olaraq, yəni, acınızdan zövq alırsınız bu dəqiqə siz. Ki, acı çəkirəm. Deyir, birinə yox deyəndə özümü pis hiss edirəm, amma hə deyəndə özümə xəyanət etmiş kimi oluram. Sizcə düzgündürmü? Özünə xəyanət eləmiş kimi olursan da, yəni sənin kimsə sənə ağız açıb, səndən hər hansısa bir şey istədiyi halda, sənin eləyəcəyi imkanın yoxdursa, özünü ayıracağın bir vaxt dilimindəsənsə, qayıdıb öz işini yarımçıq qoyub başqasına eləmək, özünə xəyanətdir də, niyə görə onu edeyim ki özümə? Yəni ki, konkret olaraq acından ölürsən, acısan, mədən acıdır, yemək yeməlisən, ona kiməsə yox deyə bilmirsən, deyə ona razılaşırsan. Nə dərəcədə doğrudur? Halın dəyişəcək, yıxılacaqsan yeri. Bu arada acıdan zövq almaq deyə bir şey həqiqətən var.
Var, amma ki sağlam şey deyil ki. Özünü günahkar hiss edən insanların zövq alaraqdan özünü cəzalanmış kimi hiss eləyərək özlərini eləməkləridir, sakitləşdirməkləridir. Həyəcan, təşviş dərmansız keçirmi? Doğru terapiya alınanda bəli, keçir. İnsanlar mənə deyir ki, ruhi xəstədir bu qorxular məndən ən xoşuma gələn insanlar. Bəziləri deyir ki, inkişafdan geri qalıb. Valla bilmirəm, mən sizi diaqnostik müşahidə eləməmişəm, amma ki, konkret olaraq yazdıqlarınızdan yəni əqli geriyə oxşamırsınız, bənzəmirsiniz. Amma ki, ruhi xəstəliyi dedikləri zaten travmadır. Sadəcə insanlar ruhi xəstəni ağıl baxımından deyirlər, psixi pozuntu deyirlər, amma hamısı travmadır. Sadəcə insanlar sizin problemlərinizi başa düşmürlər, anlamırlar. Siz də bir yerdə özünüzü tam doğru ifadə edə bilmirsiniz deyənə dəli kimi hiss edirsiniz orada və insan anlaşılmadığı mühitdə normal olduğu halda anormalları normal olduğunu sübut eləməyə çalışdıqca özü anormal olur. Yəni psixologiyası korlanır. Bəli, almışam, travmalar çox almışam. Salam Qaqqa, necəsən? Salam, yaxşıyam, sağ ol, sən necəsən? Aha. Bəzən gözəl gedən münasibətimin içinə zibil qoyub acı çəkmək istəyirəm. Pis ağlamaq problemdir. Problem də. Münasibət, sevgi sənə görə ağrı kimi proqramlanıb ona görə. Ki, sən sevgidə ağrıyanda özünü ya sevgiyə layiq görmürsən deyə ağrımaq istəyirsən. Yəni, nə isə yaşamısan ki, bununla bağlı şuur altında belə bir arzu, bir istək, fantaziya var. Aha. Dinamik qara-çuxurlu kopya. Bəzən elə hiss edirəm ki, həyatım mənim həyatım deyil sanki. Sadəcə axına düşmüşəm və davam edirəm. Ola bilər ki, öz həyatınızı siz özünüz yaşamırsınız, sizin planınızı başqaları təyin edir. Evdə ana, ata, növbəti həyatda da partnyor. Çünki əsasında qərarsızlıq olur, özünün həyatını dərk etməməkdən qaynaqlana bilir. Yox, elə bil hər şey gözəl gedəndə ürəyim sıxılır, ağlamaq istəyirəm. Rahatlıq batırdı yəqin. Rahatlıq özünü layiq görmürsən, amma ki, buradan bu dəqiqə onu tam nədir deyə müşahidə eləmək də doğru deyil. Yəni, hər kəsdə problem eyni görünsə də, yəni hamı soyuq dəymə almış olsa belə, birində qrip olur, birində qızdırma olur. Yəni, hər kəsdə fərqli səbəblər olur. Maraqlı suallar verində və ya da suallar arda gəlir, indi kəsildi. Yağış da yağır bu arada. Burada biraz ironik suallar var, heç səsləndirilməli deyil. Deyir, kiməsə yaxınlaşanda əvvəl rahat oluram, amma sonra birdən-bir içimdən uzaqlaşmaq istəyi yaranır, amma səbəbini heç vaxt özümə aydınlaşdıra bilmirəm. Yaxınlıq qurduqca niyə uzaqlaşmaq da istəyirəm? Yəqin ki, arzuladığınız şəkildə qurduğunuz yaxınlıq əslində yaşamaqdan qorxduğunuz bir yaxınlıqdır. Və bu baxımdan uzaqlaşmağı seçirsiniz, amma səbəbsiz olduğunu adlandırsanız belə, səbəbi siz dərk etmirsiniz. Yəni, şüuraltınız hiss edir, yəni ani bir duyğu xoş gəlmir sizə, amma hansı duyğu olduğunu anlamırsınız. Yəni, o duyğunun fərqindəliyini qazansınız, əslində başa düşəcəksiniz, siz həm nə istəyirsiniz və niyə görə o vəziyyəti yaşayırsınız. Ya da ki, başqasını istəyirsən, onu yox. Yəqin konkret siz nə istədiyinizi bilmirsiniz, ona görə. Kiməsə ehtiyacım olduğunu hiss elədiyim anda bunu deməkdən utanıram, sanki mənə əzəllər. Nə vaxtsa sizə əziblər də, yəqin ki, ona görə. Konkret olaraq, çünki sənin özün nə vaxtsa yardıma ehtiyac olduğun anda yardım istəməyə və yardım istəyəcəyin durumu zəiflik adlandırıblar və yenidən zəif görünüb lağa qoyulmaqdan qorxursunuz. Mənə demirəm, sualı verən deyirəm. Sualı verən nədir? Bayaqki sualı. Mən gözümü açandan zülm edirlər, mənə haqsızlıq edirlər, mən də zəif olduğum üçün valideynlərim yanımda olmayıb. Yəqin ki, indi böyümüsünüz də, yəqin ki, fizik olaraq böyümüsünüzsə, balaca uşaqlığınızı müdafiə edərək o duyğulardan qurtula bilərsiniz.
Yəni konkret olaraq nə qədər ağlamaq istəyirsiniz ki? Azərbaycanda çoxdur ya, hamısı ağlamaq istəyir. Ağlamaqdan zövq alırlar və ağlamaq istəyəndə də istədiyi qədər ağlaya bilər. Amma ki, ağlamaq problemi həll eləmir. Daha da səni dibə sürükləyir, ümidsizləşdirir. Yəni bütün təkcə Azərbaycan deyil, bütün postsovet ölkələrin hamısında var o. Ağlamaqdan, ağrımaqdan zövq alırlar. Və o ağladıqları anda daha neysə o efirli cümlə deyil. Mən birinə həm tez bağlanıb, həm də gec unuduram. Tez bağlandığınız səbəb əslində duyğusal boşluğunuzdur ki, uşaqlığınızda sizdə qarşılanmayıb, boşluğunu yaşayırsınız və o boşluğu müvəqqəti olaraq dolduracaq bir insana tez bağlanırsınız. Ayrılandan sonra da o boşluğunuz boş qalıb deyəni unuda bilmirsiniz. Tikan çıxır, amma yerini sağlam doldurmursunuz deyə yeri ağrıyır. Ağlamaq yox ki, nifrət var o insanlara qarşı. Yəni hamısı ağlamaq, ağrımaq eyni şeydir. Yəni hamısı aşağı frekanslı duyğulardır. Belə. Keçmişdə etdiyim səhvləri düşünəndə içimdə peşmanı. Bunu oxumuşdum da deyəsən, hə? Yoxsa insanların eyni problemləridir. Bəzən də unuduram, profillər yadımdan çıxır. Neysə. Oxumuşamsa da cavablamışam yəqin ki. Kimsəyə deyir, çox yaxınlaşmaq istəyirəm. Amma qorxuram ki, mənə zərər verər. Fərqi yoxdur, münasibətli, sevgili, dost, bütün insanlara qarşı. Güvənsizlikdə, yəni fiziki ya da psixoloji bir şiddət almaqdan qorxursunuz. İnsana kim nə edir, öz doğmaları edir. Əslində, insana nə edirsə, insan öz-özünə edir. Yəni doğmalar eləmir. Doğmalar da zaten uşaqların elədiklərini özlərini edirlər. Çünki uşaqlar onların yaratdıqlarıdır. Bəzən hiss edirəm ki, nə etsəm də içimdəki boşluq dolmur. Problem xaricdə deyil. Şey göndərib bura. Ona da bunu sonra baxarıq. Gecələr tək qalanda düşünürəm ki, əgər mən birdən yox olsam və yaxud da yəni ölsəm, həqiqətən neçə nəfər bunu hiss eləyər və mənimlə maraqlanar. Valla ölüb çıxıb gedəndən sonra bilməyəcək bizlə maraqlanırlar yoxsa yox, əgər ruhumuz qəbrin qırağında dayanmırsa. Amma konkret olaraq sənin özün dəyərsizsən və kimlərinsə səninlə maraqlanmağını və sənə yazığı gəlməyini, yəni dəyərli hiss etmək kimi, sevildiyini görmək kimi istəyirsən. Bəlkə biri sənin düşmənindir, gəlir baxsın, görsün, doğrudan ölmüsənsə, getsin qələbə çalsın. Yəni sağlam düşüncə deyil axı. Axı o uşağın nə günahı var idi? Bu qədər şeyi uşaq yaşda yaşamasın. Uşağın günahı yox idi və qayıdıb onu uşağa izah eləsən, artıq günah olmadığını başa düşəcək uşaq. Məndə OKB var, yüksək dərəcədə. Bunu özüm evdə müalicə edə bilmərəm. Bilmirəm, vallahi yoxluyum da. Yəni evdə olan sənsən, OKB-si olan sənsən, mən nə bilim. Hamı məni güclü bilir, amma içimdə də elə anlar olur ki, sadəcə dayanmaq istəyirəm, heç nə etməmək, heç nə düşünməmək. İnsan niyə daim güclü olmaq məcburiyyətindən yorulur? Güclü olmaq məcburiyyətindən yorulmaq aktyorlar, aktrisalar da canlandırdıqları ssenarinin sonrası set yorğunluğu keçirdirlər və tükənmişlik yaşayırlar. Çünki bəziləri həm öz travmalarından qaynaqlanan bir oynadıqları rol olur. Bəziləri də ki, baxma, özündə yaşamadığı, amma var imiş kimi təsəvvür elədiyi bir duyğu olduğuna görə yorulurlar və bu baxımdan sən özünün zəifliyini gizlətmək istəyirsən və güclü deyilsən deyənə bunu güclü kimi göstərməyə çalışırsan. Amma başa düşməlisən ki, insanın özü belə deyək də güclü olsa, güclü olduğunu sübut etmə ehtiyacı duymayacaq. Çünki özgüvən sakit olur, özgüvən ego partlaması yaşamır. Yəni ego insanın mənliyidir, o ayrı məqamdır da, ancaq ki, sübut etmə ehtiyacı duymayacaqsınız, yəni qısaca. Suallar olmasa bəlkə efiri bağlayaq. Dəqiqə.
Qərarsızlıq nədən qaynaqlanır? Qərarsızlıq qorxudan. Kökündə qorxu ola bilər, bir çox psixoloji simptom ola bilər. Ya sən səhv eləyib peşman olmaqdan qorxursan deyə qərar verməkdə tərəddüdlü hissi gəlir və qərarsız qalırsan, ya özünü doğru tanımırsan deyənə, özün üçün nə xoş olacağını doğru bilmirsən deyənə, xoş seçimlər qarşısında da qərarsız qala bilirsən. Amma bir digər də tərəf var ki, insanın özü uşaqlıqdan valideynləri tərəfindən əgər valideynlər uşağın yerinə qərar veriblərsə, uşağın seçim haqqı, hüququ olmayıbsa, konkret olaraq həmin o uşaq da qərar verməyə tərəddüd edəcək. Orada da səhv eləməyə qorxusu var. Aşağı yuxarı eyni travmadır, amma onu fərqləndirən məqam uşağın son anda qərarsız qaldığı anda belə səhv seçim və doğru seçim eləyib eləməməsindən əlavə heç bir qərar verməməyidir. Gözləyəcək ki, onun yerinə qərar versinlər. Evdə ana atadırsa, gələcək həyatında ər, arvad, gəlin, baldız, qayın hamısı qarışacaq, nəsil kök qarışacaq bir-birinə. İlla ki bir insanı özünə bir dominant lider imiş kimi seçib bəlləyəcək. Yəni şüur altı yapışacaq. Qoy bunu skrin edeyim, paylaşarıq. Lazım olur. Negativ düşüncələrdən necə qurtulmaq olur? Negativ düşüncələrdən qurtulmaq üçün o düşüncəyə səni gətirib çıxarda biləcək duyğu sağalmalıdır. O duyğu sağalsa, düşüncən də sağlam çiçəyəcək. Salam, necəsiz? Salam, Amazing Life, xoş gəlmisiniz. Necəsiz? Keçmişdə etdiyimiz xoş və pis şeyləri xatırlamaq doğrudurmu? Sən keçmişini niyə format atmağa ehtiyacı duyursan ki? Çünki o sualı verməsən belə sualından oraya qədər gəlib çıxır. Yəni xoş şeyləri xatırlamağın ani bir xoş bir şey xatırladacaq bir səbəb yaşayırsan ki, xatırlayırsan. Amma pis şeyləri xatırlayıb pis olursansa, demək o travmadan sağalmamısın. Amma konkret olaraq bu sualınız elə belə sualdımı, məqsədini də anlamadım. Çünki güclü problem görmədim orada. İnsanlara yox demək. İnsanlara yox demək, yəni konkret olaraq belə deyək, özünüzə hə deməyə başlamaqla bitirə bilərsiniz ki, mən niyə görə, özümü kiməsə görə xərcləməliyəm. Və paralelində sən uşaqlığında öz etirazını bildirəndə sənə nə yaşadıblar? Günahlandırıblarmı, qorxudublarmı? Yəni vicdan adı altında negativ bir duyğu mu yüklədiblər sənə ki, yəni utanmırsan, böyüyün sözünü geri çevirirsən mi deyiblər? Ki, sən o anda onu eləmək istəməmişsən, amma məcbur eləmişsən. Konkret olaraq illaki bir səbəbi var. Konkret dediyim hadisəni yaşamasan belə, onun əmisi oğluna bənzər bir hadisə yaşamışsınız. Eynisi məndə də var, təmizliklə bağlı. Bu suala cavab vermişdiniz. Valla o suala cavab verdim ki, evin içində müalicə eləməyi necə eləyə bilərlər ki? Eləmək istəyirsə evin içində də geçsinəsin, amma ki, o sağalmır. Çünki həmin o problemlər evin içində bizə versələr belə, evin içində sağalmır. Çünki insan öz-özünə kim ola bilmir axı. Və hə, sizin özünüzdə də eyni vəziyyət varsa, hansı OKB etsin, ona qayıdıb baxmaq lazımdır. Çünki obsessiyalar fərqli olur. Bəzən elə gəlir mənə ki, həyatım sanki mənim həyatım deyil, sadəcə sanki davam edir və mən həyatımın içərisindəyəm. İnsan niyə öz həyatına qarşı yadlıq hiss eləyir? İnsan öz həyatını yadlıq hiss edir. Elə bir keysimiz olmuşdu seansda. Konkret olaraq oğlan seansda uşaqlığını görürdü, amma uşaqlığı ona yad gəlirdi. Yəni illa ki baxdıq, nə ruh deyildi, nə cin şeytan, heç bir şey deyildi. Yəni egzorsizmli bir seans deyildi. Konkret olaraq uşaqlığını inkar eləyirdi və üzünü belə tam aydın seçə bilmirdi, amma deyirdi ki, mənəm, amma yad gəlir. Konkret olaraq onu aydınlaşdırıb baxanda məlum oldu ki, sən demə, həmin o uşaqlığını gördüyü təsəvvüründəki o uşaq ona yad gəlməyinin səbəbi atasının istədiyi, arzuladığı bir rol model uşaq imiş və həmin bu oğlanın öz atasının istədiyi kimi olmaq istəmədiyinə görə atasının ona verdiyi xəritəni, uşaqlıq təsəvvürünü ona yad gəlirdi. Konkret olaraq onu başa düşüb, onu buraxandan sonra o vəziyyətdən qurtuldu və bunu da sizin sualınıza görə, ona görə açıqlamasını verdim ki, konkret olaraq sənin özün də həyatın sənə yad gəlirsə, demək ki, ya öz istədiyin həyatı yaşamırsan, ya reallığı qəbullanmırsan, yəni də bir yerdə qədər, kökü eyni yerə qədər gəlib çıxır. Samveri gül göndərib. Təşəkkürlər. İnsanların bizi sevdiyini necə anlaya bilərik?
bilmirəm. Çünki sevgi məntiqi deyil, sevgi duyğudur. Sevildiyini hiss edə bilərsən. Sevildiyini anlayırsansa, səni aldadıblar. Sadəcə olaraq sənə süni davranırlar və süni davranış hər kəsə qarşı davranılır. Yəni eynən kassirin bütün müştərilərə üzünə güldüyü kimi. Suallarınız yoxdur. Sual istəmirsiniz. Bu arada xatırlatma edeyim ki, yaz kampanyalarımız var. Möhtəşəm kampanya keçirdirik yaz fəslinə aid. Əgər yararlanmaq istəyirsinizsə məlumat verin. Çünki yerlərimiz məhduddur. Yəni öncədən bildirməyiniz tövsiyə olunur. Aha. Belə. Burada sual var. Kamran Əmir. Məndə vertigo var. Təşviş pozuntusu yaşayıram. Nə edə bilərəm? Təşviş pozuntusunu qaldıran duyğudan sağalmalısınız. Yəni illaki hər hansısa bir hadisənin baş verəcəyindən qorxursunuz və ya da baş verir, özünüzü orada idarə edə bilmirsiniz. Yəni təşvişlənirsiniz və başınız gicəllənir. Yəni mütəxəssis yardım alaraq o duyğulardan sağalsınız. Yəni simptomlarınızın ikisi də aradan qalxacaq. Çünki bayağı bir belə deyim, təşviş, həyəcan keçirirsiniz deyənə. Yəni yəqin ki, vertigoda baş fırlanmasıdır. Şiddətli baş fırlanmalarınız da olur. Bəzən elə hiss edirəm ki, mən özüm həyatımı istədiyim kimi yaşaya bilmirəm və öz həyatımı istədiyim kimi yaşamaq üçün insanları, ailələrimi silməliyəm və onları silmək də doğru deyil. Allah elə buyurmayıb. Anlamadım, bu sualdır. Neyse. Özləri sual verirlər, özləri cavab verirlər. Məndən də təsdiqlənməyini gözləyirlər. Məndəki vertigonun bir öncü müalicəsi tam yoxdur. Məndəkinin məsələsi budur. Müalicəsi var ya, amma müalicəsi olmadığını düşündüyünüz bir problemi onda müalicə həlli olaraq niyə soruşursunuz? Bu da mənə çatmadı. İnsanlar qəribə deyil. Deyir, tükənmiş bir insan necə olur? Tükənmiş olur elə. Yəni, tükənmiş insan konkret olaraq depressiv motivasiyasızlığı yaşayır. Yəni, belə olur da. Demək belə. Başqa suallarınız yoxdur? 2 negatifirdeyiz biz burada. Tək qalanda düşüncələrim daha da çoxalır. Sanki beynim məni sakit buraxmır və hər şeyi dərinləməsini analiz edir və insan niyə tək qaldıqda düşüncələrin içərisində ilişib qalır. O düşüncələrin içərisində ilişib qalırsınızsa, demək, haradasa natamam buraxmışsınız, onları həll eləməmişsiniz və sizi düşündürən səbəblərdən bir həll eləyərək qurtulsunuz. Əslində, analitikanızda gecə vaxtı, yəni yorğun vaxtı işləməyəcək və yatmağa hazırlaşacaq. Çünki gecə vaxtı eləməmişsiniz, mən də özümdən gecədim. Çünki bəzilərində bu gecə olur, amma siz tək qaldıqda deyirsiniz və tək qaldıqda da ki, özünüzlə baş-başa qalırsan deyə vicdanınla üzləşirsən. Narsist insan haqqında danışa bilərsiniz. Narsist insan haqqında girin internetdə araşdırın da. Konkret olaraq narsist insan haqqında nəyi danışmağımı gözləyirsiniz ki? Həyatınızda da bir insan varsa, onu həyatınızdan çıxardın, getsin. Zərərli insanlardır. Onlar haqqında niyə görə eşitməyə ehtiyacı duyursunuz? Bir insan səni incidirsə, onun adına narsist demək də lazımdır. Həyatından çıxardırsan, gedir. Çünki biri var ki, subyektiv sual verirsiniz. Bir də var ki,
obyektiv hər yerdə ola biləcək məlumatları verir. Ona görə o suallara cavablanmağa enerji sərf etmək istəmirəm. Deyir ki, məsələn, güvənmək istəyəndə, amma güvənmək istəyirəm, amma içimdə daim bir şübhə qalır. Sanki kim olursa olsun, bu məndir, bir gün məni məyus edəcək. Məyus olunmusunuz nə vaxtsa və sizə şübhə duyğusu və güvənsizlik yükləyiblər. Çünki insan o vaxt hər hansısa bir hadisədə ya təşvişlənə bilər, ya həyəcanlana bilər, ya qorxa bilər, ya güvənsizlik, şübhə yaşaya bilər ki, onu daha əvvəl yaşayıb və yenisini təkrardan yaşamaqdan qorxur. Və konkret olaraq siz bunu bu fərqindəliklə dərk edə bilirsinizsə və başa düşəcəksiniz ki, əslində illaki bunun ilkin bir anı var. Və həmin o ilkin andan sən qayıdıb mental olaraq üzləşib onu buraxsan, artıq güvənmək istəyib, güvənin yarı yolda qalmayacaqsan. Sağlam güvənlivi qarşılayacaqlar. Narsist insan həyat yoldaşımla boşansa, başqa evlilikdə xoşbəxt ola bilər. Narsist insanın özü həyat yoldaşından boşansa, özünə başqa bir qurban tapacaq. Onu beynini xarab edəcək, amma ki, bilmirəm. O artıq xoşbəxtlikdir sizə görə ya yox. Belə. Ölüm haradaydı? Harada yaşayırsınız? Niye soruşursunuz ki onu? Bəzən deyir, heç kim məni incitməyib. Amma yenə də içimdə zəif inciliyi var. Sanki köhnə bir hiss sənədə yaşayır. İnsan niyə keçmiş emosiyalarını tam buraxa bilmir? İnsan keçmiş emosiyalarını doğrudan da buraxmaq istəyir. Sual verin. Çünki çoxsu ilişir qalır, elə də anlamır və anlamaq istəyir. Və onu tam anlayandan sonra, tam dərk edəndən sonra buraxmağa hazır bir mövqeyə qədər gəlib çıxır. Narsist tək yoldaşı üçün narsist övladlardan normal davranış göstərə bilər. Yox. Narsist valideynlər də var da. Çünki konkret olaraq narsist valideynlər də uşaqlarını öz mənfəətlərinə görə istifadə edirlər. Bilmirəm, indi şeyə baxırsınız, yoxsa yox. Türkiyədə gedən bir serial var, Güllər və Günahlar. Orada Bərrak narsist bir anadır. Uşaqlarına mükəmməl gözləntilər gözləyir və uşaqlarının uğurlarını konkret olaraq müqayisə ilə edir. Sonuncu videonuza baxandan çox tanış bir belirtdim gəldiyiniz yer. Ola bilər. Salam, nə bürcüsüz? Salam sizi niyə maraqlandırır ki? Qaqa ciddiyə masturbasiya hastalığım var, 16 yaşım var, necə tərk edim? Psixoloji boşalma yaşayırsan əslində, yəni konkret olaraq gərginliyi bədənsəl boşalma ilə qarşılayırsan və səni gərginləşdirən hansı situasiyadırsa, onu niyə antidepressant kimi istifadə edirsənə baxmaq lazımdır. Tərk etmək üçün gərginliyindən qurtulmalısın. Maraqlı gəldi, məncə şir ya da qoç. Hadi qoy maraqlı da qalsın. Salam Zəhra, xoş gəlmisiniz. Mənim valideynim də hər şey öz həyatları xoş olsun. Əsas nə? 9'lərin nədir? Özlərini düşünür. Şey deməyə məcburam sənə. Yeri get blokada. Bekar deyil. Demək belə. Mənim deyir valideynlərim hər şey öz həyatları xoş olsun. Narsistlər də. Yəni siz öz həyatlarının xoşluğuna görə sizə xərcləyirlərsə narsistlər. Axşamınız xeyir, xoş gördüm, necəsiz? Axşamınız xeyir olsun sizin də. Salam, yoldaşım mənə aldadır, amma mənə deyir, sənin üçün ölürəm, duyğularım qarışır, nə edim? Sən özünə sual verməlisən ki, sənə aldadan bir insanın zəhərli sevgisinə niyə ehtiyacın var ki? Demək, sənin sevilmə ehtiyacın var ki, zəhərə aşıq olursan.
Rəvanə deyir, salam, salam. Mən axşamlar çox panik atak keçirdirəm. Hansı həkimə getməliyəm? Nə bilim, gir internetdə araşdır da. Aylin, bəlkə sənin bloka atım. İndi məsləhət görürsən. Bekar deyə cəmaat valla. Oturublar, yeməklərini yeyiblər, qarınları doymayıb, istəyirlər şirniyyat yesinlər, duyğusal boşluqlarını qarşılayırlar. Onunla da anlamırlar, girirlər cəmaata ilişirlər. Qarşısında çıxan ilk canlı mənə bilmir nə yazsın. Deyir, bəli, hərflər qarışır, Zürlü səni cavablandırdığınız üçün çox sağ olun. Dəyməz. Çox sağ olun. Dəyməz sizə də. Belə. Maraqlı suallar verən varsa, müzakirələr eləmək istəyən varsa, buyurun. Elə yəni, nə məsələn, yoldaşıma deyirəm, bu insan normal deyil. Normal insan, sən ona niyə davranırsan, sən niyə belə davranırsan, deyir, hamı yaxşıdır. Valla başa düşmədim, konkret olaraq hamıya yaxşı davranıb, sizə pis davranırsa, sağlam deyil də, normal şey deyil. Öncədən təşəkkür edirəm, mənim əsəblərim pozulub, boşansam sağlayacam deyə düşünürəm, sizə düz fikirləşirəm. Boşansan, çox üzr istəyirəm, boşansan əgər konkret olaraq, belə deyim də, biraz sinir sistemi rahatlayacaq, ancaq ki, sənin özün boşanandan sonra evliliyə ehtiyacı duyanda, evlənmək istəyəndə, konkret olaraq eyni evliliyi yaşamamaq üçün, həmin evlilikdə, boşandığın evlilikdə səni qıcıqlandıran səbəbləri aradan qaldırmalısan ki, əvvəlkinin sənə yaşatdığı ağrını təzədən növbəti yaşatmasın. Deyir, bu narsistin əlamətidir, bəli. Deyə təşəkkürlər. Dəyməz. Deyir, yoldaşım haqsız şəkildə bir insana pis davranır. Deyirəm, bax, nə üçün haqsızlıq edirsən, deyir. Hamı yaxşıdır, tək mənimsin. Onun əslində uşaqlığında həll edə bilmədiyi bir məqam var da. Yəni, uşaqlığında ona haqsızlıq ediblər, nifrətlə böyüyüb və o nifrətini hamıya pis davranaraq çıxartmağa çalışır və ona görə də manipulativ cümlədən istifadə edir. Yəni ki, konkret olaraq hamı yaxşıdır, tək mənimsən. Demək ki, onu pis olduğunu, belə deyim də, vurğulayaraq qorxudublar, travma veriblər. Əlbəttə, diqqətli olacam. Evlənmək fikrimdə yoxdur elə buna görə də. Buna görə evlənməkdən vaz keçməyin. Konkret olaraq sən partnyorun sənə yaşatdığı ağrıdan sən başa düşsən ki, sənin uşaqlıq travmandır. Sənə onu yaşadıbsa, travma verməyib. Sənin travmanı qaldırdığını anlayıb, o travmadan qurtulsan, əslində keçib gedəcək. Salam, çox yaraşlı olsan, deyim bil. Salam, təşəkkür edirəm xatırlatdığınıza görə. Bu manipulyasiyadır. Aşağı yuxarı, əslində manipulativ bir cümlə, tam da bilərək edə bilər, bilmirəm də. Salam, xoş yayınlar. Mənim səhhətimdə və ya görünüşümdə azca problem olan kimi çox takılıram demək olar. Depressiyaya düşürəm. Özünüzə bəllədiyiniz müəyyən bir standartlar var. Yəni, insanlar tərəfindən lağa qoyulmaqdan, bəyənilməməkdən qorxursunuz, yəni mükəmməl görünmə çabasında olursunuz. Amma səhhətimdə problem olanda narahat oluram deyirsinizsə, bəlkə də başınıza pis bir şey gələcək deyə qorxursunuz. Deyir, salam, təşviş həyəcan pozuntusu keçir. Öz-özünü yox, amma terapiya alanda keçir. Fikrimi tam çatdıra bilmirəm, tam yazmaq olmur. Əgər istəsəz konsultasiyamıza qoşula bilərsiniz, bu mövzu haqqında müşahidə edə bilərik. Konsultasiyalarımız bu arada aksiya üzrə, yaz kampaniyasına görə möhtəşəm kampaniyadadır. Deyir, amma bilirəm ki, bunun həlli var. Xərçəng olanlar falan naşükürlük edirəm, sanki özümü günahlandırıram. Ola bilər, günahkarlıq da var ki, özünü günahlandırırsan. Yəni, duyğusal qarşılıqlıq yaşayırsan ki, yəni səni həmin o vəziyyətə gətirib nə çıxardırsa, nədən sonra o vəziyyətə gəlib çıxmısansa, sənin beynin orada ilişib qalıb. Ona görə də o ilişdiyin məqamı başa düşsən, əslində buraxa bilərsən. Deyir, bəli, bilərək eləyir. Ayqa deyir, hər kəs mənə deyir, normaldır, hər kişi əladır, hər kişi aldadır.
nə edim, hərəsi bir şey deyir, bilmirəm nə edim. Elə sənə hər kişi aldadır dediklərinə görə sən evlənsən, həyat münasibət yaşasan, səni aldadacaqlar. Çünki uşaqlığından sənin şüuraltıva kişilər aldadır proqramını yüklədiklərinə görə sən də aldadan kişini çəkəcəksən həyatıva. O deyirlər, anam atam haqlı idi, anam atam düz deyirdi, onun sözünə baxmadım, ziyan çəkdim. Yox, anam atam bəlkə də haqsız idi. Sadəcə olaraq o sənin şüuraltıva şərtsiz kritik faktor və ötərə səs yükləyə bildiyinə görə, keçdiyinə görə onun dediyi şeyi yaşayırsan. Və deyirsən ki, ay da düz deyirdilər. Sən o inancın doğru olmadığını başa düşüb o inancdan qurtulsun, əslində yəni istədiyin insanla da münasibət quracaqsan və səni aldatmayacaqlar. Çünki nəzərə almaq lazımdır ki, aldadan insana da güvənməyə seçən sizsiz. Yəni bu da var. Mənə nə məsləhət görərdiniz boşanma barədə? Zəhra xanım, buna ətraflı daha çox müşahidə etmək lazım. Çünki evlənmək, boşanmaq tam da uşaq oyuncağı bir şey deyil. Konkret olaraq orada sizin ağrılarınız, mənfəətləriniz konkret olaraq müşahidə olunmalıdır. Yəni istəyirsinizsə konsultasiyamıza yazıla bilərsiniz. Kampaniya üzrə yaz kampaniyasına görə ödənişsiz keçirilir. Və yerlər də məhdud ödənişsiz olduğunu görə. Və hər gün deyir, bədənim sıxılır, nə edə bilərəm? Özümə nəsə edəcəm, ağlımdan çıxmır. Özümə nəsə eləyəcəm, intihar düşüncəsi, intihar eləyərəm qorxusu olur. O fikirə hardan gəlib çıxmısansa, sənə o fikrə gətirib çıxardan duyğu, istək, düşüncə hardan gəlirsə, onu müəyyənləşdirərək aradan qaldırmaq lazımdır. Çox sağ olun məlumat üçün. Dəyməz. Mənə təşəkkür edirəm. Beynimdə ancaq hər zaman idman etməliyəm, baxımlı olmalıyam takıntısı var. Mükəmməliyyətçiliyi yükləmisəndə öz və toplum tərəfindən konkret olaraq standart və mükəmməl görünüm qazanmağa görə. Və əsas başa düşməlisən ki, olduğun kimi özünü qəbullanmalısan. İndi biraz deyir, toparlamışam. Əvvəl manipulyasiya edəndə, əvvəl həqiqətən özümü günahkar hiss edirdim. Super, toparlaya bilirsənsə super. Həmidzadə deyir, salam. Salam, xoş gəlmisiniz. Necəsiz Sənan bəy? Yaxşıyam, yaxşı olasınız, xoş gəlmisiniz sizdə. Çox sağ olun, dəyməz. Deyir, çox sağ olun doktor, nə gözəl hamısını cavablandırırsınız, dəyməz. Mən də sizə təşəkkür edirəm, maraqlı suallarınıza görə. Bəzən boş-boş yazanlar da olur, amma maraq qatdığınıza görə mən də sizə təşəkkür edirəm. Əlavə başqa da suallarınız varsa, burada çatdıra bilmirsinizsə, konsultasiyamıza qoşula bilərsiniz. Mən qorxuram, tək başına bacararam, görsən bu halda. Bacararsan, niyə bacarmırsan ki? Sadəcə olaraq bacarmaram duyğusu konkret olaraq belə deyək də, uşaqlıqdan yüklənib. Bizi bacara biləcəyimiz halda nələr yükləyərək bizim eləyə biləcəklərimizi məhdudiyyət qoyublar. Hətta insanların, belə deyim də, uşaq vaxt edilir, uşağın əlini ayağını bələmək lazımdır ki, uşağa bələmək lazımdır ki, əl ayağı düz olsun deyirlər. Konkret olaraq o insanın özünü bağlayır. Yəni eləyə biləcəklərini bağlayır. Təsəvvür edək ki, əli ayağı bələnmiş körpə uşaq ilk dəfə bələyi açmaq istəyir və əllərini ayaqlarını dartışdırır ki, açsın onu və baxır ki, aça bilmir. Sıxılır bələyin içərisində, müqavimət göstərir, amma aça bilmir və mübarizənin yersiz olduğunu başa düşür. Və bu mübarizənin yersiz olduğunu başa düşən insan, uşaq böyüyüb yetişkin olanda, onu ağrıdan, evlilikdən də çıxmaq istəməyəcək, komfort zonasını tərk eləmək istəməyəcək, toksik iş yerindən ayrılmaq istəməyəcək, yaşadığı toksik yeri tərk eləmək istəməyəcək. Yəni eyni yerdə əslində çıxa bilər, eləyə bilər, amma eləyə biləcəklərini görmür. Bu baxımdan da konkret olaraq bizi uşaqlıqdan çox amma iyrənc şəkildə proqramlayıblar. Ta ki həmin o insanlar o proqramın bugünkü gündə onlara virus saldığını anlayıb, o antivirus yükləmək üçün qayıdıb o problemi həll eləməyənə qədər eyni antivirus dahi da bütün data riski xərab edəcək. Deyir, Allah razı olsun deməkdən başqa üçün çox yaxşıyım. Mən də çox inanıram bacaracağıma. Allah sizdən razı olsun. Belə deyim də, mənim uşaqlıqdan atam-anam məni çox sıxıb indi isə mənə deyirlər, hər şeyin səbəbi sənsən. Eynən məndə də indi yoldaşım. Bu ayrı adamlar da yazanlar.
Sən belə etdiyin yoldaşın da səni aldadır. Əslində günahkar hesab etdirilir. Əslində elə valideynlərinin üzündən yoldaşın səni aldadıb. Ola da bilər ki, sən ailən səni günahlandırdığına görə ərivi özünə cəza kimi evləndirmisən özündən. Belə, neysə efiri sonlandırmaq istəyirəm. Efiri sonlandıraq. Bu arada yenidən xatırlatma edeyim ki, konsultasiyamıza yaz kampaniyası üzrə yararlanmaq və dəyərləndirmək istəyirsinizsə, tədəsindən sonra kampaniya qutarandan sonra deməyin ki, ay Sənan bəy qoşulmaq istəyirik falan.